Dünyanın ən şanslı və ya ən şanssız qadın olduğuna siz qərar verin. Bu Violet Jessup'dır. Batmayan xanım. Violet gəmi stüardessası idi. 1911-ci ildə o nəhəng olimpik gəmisində işləyərkən gəmi başqa bir hərbi gəmi ilə toqquşdu. Violet sağ qaldı. Bir il sonra 1912-ci ildə o məşhur Titanic gəmisinə işə düzəldi. Iceberg, batma, xaos. O xilasedici qayığa minərək buzlu sulardan xilas oldu. Düşünürsünüz ki, o bir daha dənizə çıxmaz? Səhv edirsiniz. Birinci Dünya müharibəsində o tibb bacısı kimi Britanik gəmisində xidmət etdi. Gəmi minaya düşdü və sürətlə batdı. Violet suya tullandı. Başı gəminin killə hissəsinə dəydi. Kəllə sümüyü çatladı, amma o yenə də sağ qaldı. O tarixin ən böyük 3 okean layneri fəlakətinin hamısından sağ çıxan yeganə insandır. O qocalana qədər dənizdə işləməyə davam etdi və 83 yaşında öz yatağında sakit bir şəkildə dünyasını dəyişdi. Dostlar, əgər videonu bəyəndinizsə, kanalımıza abunə olmağı, videonu like etməyi və öz dəyərli fikirlərinizi aşağıdakı şərh bölməsində bizimlə bölüşməyi unutmayın. Sağ olun və salamat qalın. Qismət olarsa növbəti videoda görüşərik.